Verilən miqyaslar sizin generalizasiyanın azalma ardıcılığı. Generalizasiya ümumiləşdirmə deməkdir. Azalma ardıcılığına baxaq. Ümumiyyətlə generalizasiya nədir? Generalizasiya bəli ümumiləşdirmədir. Generalizasiya ümumiləşdirməsini necə tapırıq? Ən asan miqyasın kəmiyyəti böyüdükcə generalizasiya artır. Yəni miqyasın kəmiyyəti böyüdükcə generalizasiya ümumiləşdirmə artır. İndi gəlin baxaq. Burada miqyasın kəmiyyəti ən böyük 2-dir. Kəmiyyət böyüdükcə generalizasiya artır. Azalma ardıcılığı. Yəni generalizasiya ən çox hansındadır? Ədəd böyükdə. 2-də 5 milyon. Sonra gəlir 1-də 2 1 600 min. Sonra gəlir 4 350 min. Sonra 40 min. C variantı. Yəni ümumiləşdirmə bir dahadır. Generalizasiya kəmiyyət böyüdükcə ümumiləşdirmə də artır. Burada da kəmiyyət ən böyük olan 5 milyon. İkinci, qlobus xəriti üzərində eyni əlamət seçin. Qlobus xəriti üzərində eyni əlamət, qlobus xəritə. Demək, ikisində də heç birində müstəvi üzərində təsvirlərdir, miqyas təsvirlərdir. Y variantı. Hansı kartoqraf proyeksiyada istifadə olunmuşdur? Demək, bu hansı proyeksiya tərtib olunmuşdur? Bu konus proyeksiyadır. Cavab B variantı. Sonra, coğrafi koordinatlar 31 şimal, 17 şərq uzunluğu olan məntəqə sxemdə işarələnmiş bölgənin hansında yerləşir? Deməli, biz məntəqə 31 şimal, 17 şərq uzunluğu. 31 şimal endarəsi. Biz baxsaq, bu məntəqə 30 ilə 40 arasında, yəni burada yerləşir. Sonra 17 şərq uzunluğu. 17 şərq uzunluğu da burada yerləşir. Bunların ikisinin 17 təxmini bura. Təxmini də toqquşması 3-cü məntəqə. Sonra 42-48 cənub endarəsi. 42-48 bu arada yerləşir. Təqrib olaraq bu arada. Sonra 127-118 qərb uzunluğu. O da yerləşir burada. Bunların ikisinin toqquşma zonası gəlir 4-də. C variantı. Coğrafi koordinatlar 40 şimal, 40 şərq uzunluğu olan məntəqə Bakıdan hansı istiqamətdə yerləşir? Bakının koordinatlarını yazaq. Deməli, 40 şimal endarəsi, 50 şərq uzunluğu. Bu məntəqə yazaq. Yəni 40 şimal endarəsi, Bakı. 40 şərq uzunluğu. 40 şərq uzunluğu. Bu məntəqə. B məntəqəsi. Ya A məntəqəsi. Deyir ki, Bakıdan hansı istiqamətdədir? Bakıdan qərb istiqamətində. B variantı. Sonra, generalizasiya neyədir? Ümumiləşdirmədir. Biz yazdıq. Kəmiyyət böyüdükcə generalizasiya artır. Deməli, burada cavab asılı olaraq təsvir obyekt seçilmə sadələşdirilməsi. A variantı. Coğrafi koordinata verilmiş məntəqənin hansılar bir-birinə daha yaxındır? Bir-birinə daha yaxın. Biz burada həm meridianlara baxırıq, həm də ki, hansı paralel üzərində. Adətən bunlar paralellər üzərində yerləşən məntəqələrdir. Ona görə biz gəlin bir-bir baxaq. A, B məntəqələri. A yerləşir 40 cənub, 20 qərb uzunluğu, B 40 cənub. İkisi də yerləşir eyni paralel üzərində. Deməli, A da B də 40 cənub endarəsi. Biri yerləşir 20 qərb uzunluğu. 20 qərb uzunluğu. Bu A. Biri yerləşir 30 qərb uzunluğu. B. 30 qərb uzunluğu. Deməli, bunlar arasında 40 dərəcə paralel, bunlar arasında dərəcə fərqi 10 dərəcədir. Bunu da, deməli, biz bunlar arasında məsafəyə baxsaq, AB 1 dərəcəli 40 dərəcə paralelin 85, onda 4. Gedilən dərəcə 10, x. Tənasıb qursaq, x bərabərdir 854 kilometr. Deməli, A, B məntəqələr arasında məsafə B 854 kilometr olacaq. 854 kilometr. İndi digərlərinə baxaq. A, Y. Deməli, A ilə Y-yə baxaq.
Deməli, A yerləşir 40 Cənubi enin dairəsi, 40 Cənubi enin dairəsi. B yerləşir, deməli, həm 15 şimal enin dairəsi, 15 şimal enin dairəsi. Həm də uzunluqları da fərqlidir. Yəni, bunlar arasında uzunluq bu AB-dən yaxın ola bilməz. Sonra keçdik. B variantı. B, Y məntəqələrini. B, yəni Y. Biri 40 şimal, 40 cənub, 40 şimal. Fərqli yarımkürələr. Bu da bunun azı ola bilməz. Çünki fərqli yarımkürələrdədir. Sonra növbəti C, D. C və D. C-yə, D-yə baxaq. C, D. İkisi də yerləşir 25 şimal enin dairəsi. 25 şimal enin dairəsi. C yerləşir 20 şərq uzunluğu. B yerləşir 30 şərq uzunluğu. Deməli, bunlar arasında dərəcə fərqi, yəni 10 dərəcədir. Amma 25 şimal enin dairəsi. Bu 25 şimal enin dairəsi ekvatoru daha yaxındır. Nəinki 40 cənub enin dairəsi. Biz dedik ki, paralellərin qiyməti qütbə doğru getdikcə azalır və 40 cənub enin dairəsi qütbə daha yaxın olduğu üçün bu 25 şimal enin dairəsində olan iki məntəqə arası məsafə 40 cənub enin dairəsində yerləşən məntəqədən daha böyükdür. Ona görə cavabımız A variantıdır. Afrikanın bir bölgəsinin 5 milyon miqyaslı torpaq xəritəsi miqyasına ərazi hədəti məzmununa görə təsnif edilir. Xəritələr bir tek miqyasına, ərazi hədəti məzmununa görə bölünür. Miqyasına görə böyük miqyaslar 10 mindən 200 minə qədər, orta miqyası 200 mindən 1 milyon, kiçik miqyas 1 milyondan daha böyük ədədlər. Ərazi hədəti materiklər onun hissələrinin, dünya okeanının hissələrinin, adalar onun, ölkələr onun hissələrinin məzmununa görə ümumi coğrafi tematik xəritələrdir. İndi deyir, miqyas torpaq xəritəsi 5 milyondursa kiçik miqyaslıdır. Bəli, kiçik miqyas. 3-dən kiçik miqyası var. Sonra torpaq xəritəsi bir mövzu təsvir olunur. Bir mövzu təsvir olunursa burada tematikdir. Deməli, kiçik miqyaslı, tematik, materik okeanlar. C variantı. Silindr proyeksiya tərtib dünya xəritəsinin ən çox təhrif məruz qalan müvafiq materiklər. Biz silindr proyeksiyasında kürəni silindrin içərisində yerləşdiririk. Bu silindr. Silindrin içərisində yerləşdirəndə o ekvator xəttində toqquşur. Ekvator. Və ekvator xəttində təhrif sıfır olur. Sıfır olur. Təhrif sıfır olur. Və qütbə doğru getdikcə təhrif artır. Deməli, ən az ekvator kəsən materik olur. Afrika, Antarktida.